Salam, hər vaxtınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Deməli, bu günlərim ayın 21-i avqust 2026-cı il tarixdir. Həftənin 5-ci gündür, cümə günüdür. İlk öncə cümə günü münasibəti ilə bütün müsəlman xalqını təbrik edirəm. Cüməniz mübarək olsun. Bərdə maşın bazarına yollanırıq. Keçən həftə də Bərdə maşın bazarından çəkişimiz olub. Bu həftə də yollanıram Bərdə maşın bazarına. Saat deməli gecə 03:17-dir, yəni 4-ə işləyib 17 dəqiqə. İnşallah ki, Bərdə maşın bazarına yollanıram. Orada olan bir neçə avtomobillərin qiymət haqqında maraqlanacağam. Yəni, indi yaxın yoldaş var. Həm onun maşınını satmağa gedirik, həm də ki, Bərdə maşın bazarında çəkişimiz olacaq. İzləmədə qalın, çox danışmaq istəmirəm. Xatırladım ki, sabahlarım hər 6-cı günü də Göyçay maşın bazarında olacaq. Orada da çəkişim olacaq və bildiyiniz kimi də hər axşam da Göyçay maşın bazarına canlımız olur. Nəsə, uzun sözün qısası, mən gedirəm Bərdə maşın bazarına, girişdə sizlər üçün çəkiş edəcəm, izləmədə qalın. Bir daha salam, hər vaxtınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Girişdən məlumdur ki, biz hardayıq? Bərdə maşın bazarındayıq. Bərdə maşın bazarına gəliriksə, deməli biz Bərdə yük bazar, yük maşınlarının satışıb olan bazarda çəkib göstərirəm. İnşallah yavaş-yavaş aşağı düşəcəm. Enəcəm, yəni aşağı doğru irəliləyəcəm və orada olan yük maşınları haqqında maraqlanacağım. Təbii ki, icazə alacağım. İcazə verən maşın sahiblərinin maşınlarını çəkib göstərəcəm. Nəsə, ön tərəfdən çəkiş eləyək. Daha sonra çəkişə başlayaq. Yavaş-yavaş Bərdə yük maşını satılan, Bərdədə yük maşını satılan bölmə doğru irəliləyirəm. Orada maşınlarımız var. İnşallah bir-bir yaxınlaşacağım. Hansı maşın sahibləri icazə versə o maşınları çəkib göstərəcəm. İzləmədə qalın. Sizlərdən də xahişim bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla maksimum səviyyədə paylaşmaq ki, bu da mənə yeni baxış sayı, yeni bəyənmə sayı deməkdir. YouTube izləyiciləri, qazel həvəskarları. Bərdə bazarında, belə bilirsiniz də, Bərdə bazarının nəzdində yük avtomobillərin satışı bölümü var. Orada hiss çəkəcəyim maşın qazel markalı avtomobildir. Sahibi yanımızdadır. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. 96 indi, qiymətlə 5-5. 96-cı ildir. Motoru nə motordur? 31. 31, 10 motordur. Qaz 31, 10. Belə kosmetik şey ehtiyacı var. Motoru, karobkası, xadavoy sistemi, ramasında çatı falan. Yoxdur. Qiyməti də 5500 dedim. Real alıcı endirmə olunacaq, yoxsa son qiymət? Endirmə olunacaq. Telefon nömrü işlək. 050. Aha. Yəni, baxaq nömrəyə. 391. Aha. 5098. 050 391 5098. Adı? Nurlan. Harda baxmaq olar? Ucardı. Ucar əhazisinə salam olsun. Barter maraqlıdır hansısa maşınlar? Yoxsa nağd satışda pula ehtiyacı var? Nağd satışda pula ehtiyac var. Deməli, Nurlan qardaşdan məlumat aldıq. İli 96. 31-10 motoru ilə. Motor, karobka, xadavoy sistemi, maşın sahibinin verdiyi məlumata görə ideal vəziyyətdədir, yaxşı vəziyyətdədir. Ramada çatı falan yoxdur. Satış qiyməti, bugünkü bazar qiyməti 5500. Təbii ki, real alıcı endirmə olunacaq. Mən də belə ramanı çəkim göstərim. Belə baxırıq. Salon yaxşı vəziyyətdədir, yəni normal vəziyyətdədir, belə deyək. Təkərlər qaydasındadır. Vuruqdan belə kosmetik işə ehtiyacı var. Kosmetik ehtiyacı var öz yerində. Bura açılmadı nəsə. İçərdən açacağıq. Görək. Bunu içərdən tapıb. Aha. Bir də mühərrik yerində qaldıraq zəhmət olmasa. Mühərrik yerini qaldır zəhmət olmasa. Aha. Baxın, salon belə vəziyyətdədir. Və bu da mühərrik yeri.
Belə çəkdim, göstərdim. Sizə də maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu qazel haqqında. İzləyiciləri, TikTok səhifəmi izləyiciləri, növbəti qazel markalı avtomobilin çəkişini eləyəcəm. Maşın sahibindən qısa bir məlumat alaq. Salam əleykum qardaş. Bazar olsun. Məlumat alaq, zəhmət olmasa. 99 deyirəm. Aha, motoru nə motordur? 402. 402 motordur. Motor korobka xodovoy sistemi. Top kimi. Ramasında çatı, Heç çürüyü. nə yox. Çək də hamısını. Hamısını çəkib göstərəcək. Qiymət? Qiymət 7-yə deyirəm. 7000-ə deyirsiniz. Razılaşar. Razılaşma olacaq. Telefon nömrə işlək. 051 Aha. 301 24 25. 051 301 24 25 adın. Elmidar. Elmidar maşına harba baxmaq olar. Bərdə rayon Mustafa Ağa kəndində. Mərdə rayonuna salamlar olsun. Hansısa maşınla Barterə gedərsən. Yox, Nağd satış. bateriya yox. Nağd satışdır. İli 99. 402 motor. Motor, korobka, xodovoy sistemi maşın sahibinin verdiyi məlumata görə ideal vəziyyətdədir, yaxşı vəziyyət. Ramasında maşın sahibi qeyd eləyir ki, çürüyü, çatı falan yox. Baxıram, çəkib göstərirəm. Satış qiymət 7000. Real alıcıya maşının yanında endirim olunacaq. Salon səliqəlidir. Oturacaqlarda cızıqdan, sökükdən söhbət belə gedə bilməz. Təkərlər qaydasında yaxşı vəziyyətdədir. Gələk sürücü tərəfdən salona baxaq. Görək sürücü tərəfdən salon yaxşı vəziyyətdədir. Bir dənə Elmida mühərrik yerini qaldıraq. Mühərrik yerini qaldır bir dənə. Zəhmət olmasa. Mühərrik yerdəki elə yağ yeməyi falan yoxdur ki, yoxdur. Start qiymət 7000, real alıcıya endirim olunacaq. Sizə də bu qazel maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu qazel haqqında. Dəyərli, hörmətli YouTube izləyiciləri, qazel həvəskarları. Elə bilən 5-dir. Sizlər üçün Bərdə maşın bazarında ideal vəziyyətdə bir qazel çəkib göstərəcəm. Qardaş da məlumatları versin qısaca. Salam əleykum qardaş. Məlumat alaq. Qardaş 2008-dir. 2008. Ay maşallah. Zavazka uzun rama ilə, yəni kəsir uzanma rama deyil, spalnidir, portlu tentlidir, 6 dənə təzə təkər var altında. Yəni maşın ideal maşında sürülmüş. Baxımlı maşın. Bəli, bəli. Maşın baxımlı maşındır. Motoru nə motorudur? Motor ZMC motordur. Salonu çəkərsən, Çəkib göstərəcəm. Bəli. Qardaş, ideal maşındır, ideal. Aha, qiyməti Super. nədir? Qiymət 14800-dür. İndi sən çək, ətraflı çək, salonun çək. Endirim olunacaq. Endirim Telefon nömrəsi. 050-dir, 621 72 45. Adı. Ad Elşən. Elşən. Harda baxmaq olar? Maşına Bərdədə baxmaq Bərdə olar, hansına maşında salamat. Barterə gedər hansısa maşın? Yox, nağd Nağd satışa ehtiyacı var. Nağd satılır. Deməli Elşən qardaşdan məlumat aldıq. 2008 ZMZ motor, bortlu testli hər bir sənəddə qeyd olunub. Yəni zavodskoy uzundur. Sonradan yəni uzadılır falan. Özdəki yəni belə deyək də spalnili qazeldir həqiqətən. Super vəziyyətdə bir şeydir. Yəni 2, 4, 6 nəfər. Ay maşallah. Yəni, istəsən orada da yata bilərsən, orada da otura bilərsən. Salon da ideal vəziyyətdədir həqiqətən. Ramada çürükdən, pasdan söhbət gedə bilməz. Yəni, maşın sahibi gedələrdir. Belə yəni yük yerini belə çəkim göstərim. Baxın, yük yeri də belə vəziyyətdədir. 14800. Real alıcıya maşının yanında endirim olunacaq. Təbii ki. Aha, bura açılmır. Eybi yox. Yəni o tərəfdən bir minim salona. Ya Allahi. Salon həqiqətən ideal vəziyyətdədir. Problemsizdir. Şit belə üzlənib. Bir dənə buradan qapını açım. Bir də göstərəm. Aha. Salonu açmağa çalışıram. Ön sərnişin tərəfdən, ön sürücü tərəfdən üzr istəyirəm. Konkret yəni istidən ücret dilim topuq vurur, üzrü sayarsınız. Nömrə üstündə qalır. Əslində maşın sahibi açmalıdır bunu. Aman evet. Yəni baxaq görək. Açılacaq. Aa,
Bu da mühərrik yeri. Belə çəkdim, göstərdim. Sizə də maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında.